Səhər açıldı. Salamlar. Yeni güne, yeni vlogla başladık. Kuxnadan açmışam, mətbəxdən belə deyək. İndi görək nə olacaq. Hələ yemək yeməmişik. Burada qaynanamın çörəyini qoyuram. Baxın. Dəmirin üstündə isidirəm, qızdırıram. Səhər yeməyimizi yeyək, başlayaq günümüzə. Çaydanlar koydum kızım. Buradan da bir kez yakanlarım. Hələ ki uşaqlar yatıb. Hələ ki yum, uşaqlar yatıb. Ondan sonra uşaqlar durandan sonra başlayacağım qabları yerləşdirməyə. Çünki daqqatırıq eləyəndə uşaqlar ayılırlar. Nə qədər evdədirlər, qoy yatsınlar, dincəlsinlər. Siz də analar uşaqlarınızı istirahat günlərində tezdən durğuzmayın. Hara gedirlər, işə gedirlər, dərsə gedirlər, nə edirlər ki? Uşaqdırlar da qoy yatsınlar, dincəlsinlər. Çünki bəzi valideynləri bilirəm də uşaqlarına əskər rejimində saxlayırlar az qala. Düzgün deyil. Uşaqlarınıza biraz vaxt ayırın, uşaqlarınıza biraz rahatçılıq verin. Demirəm, tam sərbəst boş buraxın. Məsələ deyil, ipinlər boş bıraq, nə də çox möhkəm tut ki, yerindən əsnəməsin, şeyləmə, tacı. Dəymə. Onlar başqa şeydir. Onu oradan tapdım, çıxırtdım. Mən qoymuşam, dəymə. Bəli, şu an nereden şey tapıp getirdik bunlar nədir? Hər neyse bir iki dənə stəkanlıyım çay içməyə. Səhər qızlar, sizə də maraqlı olarsa və bəylər, dostlar, sizə də maraqlı olarsa chia toxumu içirik. Yəni istəsəz onun da videosunu çəkəcəm. Sadəcə olaraq bu günləri keyik kimi durmuşam yuxuda. Yəni heç belə ampulasında değildim tezdən duranda video çəkməkdə. Hər neysə şeylədim. Benim sabahları çəkərəm sizinlə. Hər səhər ac qarnına içməyə başlamışam dünəndən. Bugün bəli daha çay içdi deyə istəmədim. Onun üçün axşamdan düzəldib qoyacağım. Rahat şəkildə səhər durub içə bilər, içib gedə bilər bir sözlə. Görəm yaman əziyyət çəkirsiniz, belə bilmirsiniz ki, bu qız nə edir orada, ona görə sizin üçün belə bir şey. Nə? Yolublar hamısı. Bax, belə elədim ki, siz rahat görəsiniz. Stəkanları yuyun. Demin bu çay, çaşqada çay tutacaq. Buranın da suyunu yığın. Onsa birazdan yenə də keçəcəm bu hissəyə. Burası çox qurumuş, bu hissədə qurumuş boşqablar var deyə onları yaş eləməyim deyə yuyub üstünə yığmıram. Onları birinci buradan götürəcəm və balonlar yığılıb padvala düşmək mümkün deyil. Həm palçıq idi, həm də ki yağış təzədən başladığı üçün yəni üst-üstə gələcəkdir. Heç bilmirəm ki padvalın halı nə vəziyyətə gəlib çıxacaq. Axırı bir kloka yığıb qoyacağım çöl tərəfdən ayaqqabı şkafının içərisinə. Qoy orada qalsın. Dünənlər bunları yuyub qurutmuşuq. Daşı gedək biz yeməyimizi yeyək və ondan sonra sizinlə yenidən. Hər neysə, buradan gün düşür deyə deməli çayımızı tökdük. Pesoğumuzu tökək. Şirin çay eləyək, içək. Yeməyimizi yeyək. Siz də yeməmsinizsə yeyin, nuş eləyin. Bilmirəm sizə də elədir ya yox. Mən şəxsən səhər şirin çayımı içməsəm axşama qədər haldan hala düşürəm də, dəhşətli. Yəni kirgirəm bir hala düşürəm, halsızlaşıram, da düzəlirəm, başım ağrıyır, üstünüzə sağlıq. Yəni qəribə bütün yəni hiss etmədiyim hissiyatlar gəlir gedir mənə. Ona görə mütləq şəkildə yemək yeməsəm də şirin çayımı bu şəkildə içməliyəm. Deməli qızlar, biz İstanbul'a gedəndə seçdiyimiz otelin yeməyini çox pisləmişdilər və bilmirəm nə istəmişdilər, niyə eləmişlər. Yəni səhər insan, yəni deyirlər ki, çox yaxşı yeməklər vermirlər, aparturlar falan filan belə.
Yəni siz evinizdə şort çörək yeyib, gedib oteldə dayımaqla yağ yeyəndə belə yəni narazısınız. Nə məqsədlə? Mənə çatmır. Evində şort çörək yeyən, gedib orada oteldə, inanırsınız bütün nemətlərdən verirlər də sərsən, meyvəsinə qədər verirlər. Yəni daha nə istəyirsiniz? Mənə çatmır da. Hər nəysə qızlar, nuş olsun sizə. Deməli qızlar, baxın. Bu alça ağacıdır. Hamısı çiçəklənmişdir. Bilmirəm, görürsünüz, ya odaqlandırım. Görürsünüz, nə qədər üstü çiçəklə doluydu. Bu yağışlar imkan vermədi ki, mənim ağaclarım yəni çiçək üzərində qalsın. İndi bu çiçək töküləndən sonra vəssalam da, yəni nə xeyir oldu. Deməli, mən burada nə eləmişəm? Bilsəz, qoy açım. Baxın, belə bir şey eləmişəm. Bu pəhriz yeməyidir. Salat tipli, pomidorlar, xiyarlar, 2 cür xiyar, kartol, kök yox, indi kök vurmamışam. Yumurta, qaroq və istəsəz buna əlavələr də edə bilərsiniz. Və belə bir şey də var. Bu da ki, yağsız, duzsuz, soğansız qovrulan göyərtidir. Bu da pəhriz üçündür. Və burada özümüz üçün də belə bir, yəni bu yağ soğanlı, ev əhli üçün eləmişəm, yağ soğanlı qəşəng qovrulmuş göyərtidir. Bu isə sadəsidir də və burada isə yuyulmuş qablarım var. Nə qədər qablar çıxdı. Bu stəkanları indi yuyacağım və bunları da səliqəyə salacağım. Bayaqlar çəkmişdim, bunu səhv etmirəmsə. Bunları da götürəcəm. Bir də bu hissədə yəni çirkli qablarım var. Bunlar da padvaldan sürüşə padvaldan duzlu xiyar və pomidor, duzlu pomidor gətirmişəm. Bayaqlarda kofe içdik, amma kofe bizə çatmadı. Desəz ki, niyə? Çünki sanki kakao içdik, süt bol oldu, kofe isə az oldu. İndi yoldaşım bir də eləyəcək inşallah, Allahın köməkliyi ilə. İndi hadi başladıq bunları yerləşdirməyə. Evet arkadaşlar, dün elediğim slime olmadı. Sinirim bozuldu. Təzədən elədim. Bu sefer boya qatdım. Pəmbə eləmək istədim. Və köhnə qabda vermişəm ki, bunun içində nəsə eləsin, görək. Deyəcəm, indi nə qatmışam bunun içində? Duz qoymuşam. Bulaşıq deterjanı qoymuşam. Sonra nə qoydum mən? Kley qoymuşam. Və qarışdırıb şeydə saxlamışam, buz dolabında. Amma, yəni marazilikada, amma olmadı. Nə qədər qoydum, çıxartdım, qarışdırdım. Amma qatılaşdı, amma olmadı. Kıvamı çox yaxşı idi. Mən dedim, bunun tıraş köpüyü əksiydi, onu da qoyaq. Bardı göstərim. Baxın, belədir hələlik. Gör, amma göstər də. İçine getdim. Mən niyə çəkirsən? İndi tıraş köpüyü koyacağızdır arkadaşlar. Bəsdir. Bəsdir, ha. Atanın gözündən yıraq. Ata baxma bu videoya. Buradan bunu da götürüm. Bunu da götürüm. Götür. İndi görək. Olacaq bir səfər. Olmasa şikayət edəcəm o hesaba. Da başımıza gələn kley tökülməmişdi, kley tökdük. Daha 5 saatdır Zeynəb əlimi göstərir çalmaqdan. Yəni qarışdırmaqdan da. Barmaqların araları yara olur. Mənimki, Zeynəbinki. Qarışdırırıq da. Buz dolabını açırıq, bağlayırıq, deyirlər marezilkaya qoymalısınız. Ne görək? Əslində alınmağa çalışır, amma alına bilmir. Elə bir minnət qoyur bizə. Sanki bir aklımı var falan. Elə bir minnət qoyur bizə. Atanın köpüğünün ətirinə baxır. Dur kimi. Neyse Zeynep, sen karıştır son yine. Nişasta tökəcəyik. İndi də nişasta tökəcəyik. Sanki ne güzel. Bir xörək qaşıq tök, qarışdır. Bir qədər bəsit. Ha, tök. Qaşıq qoy bura. İndi qarışdır onunla. Olacaksın dedimsə olacaksın. Alınacaq. Dediğim her şey olur. Hadi Zeynep, hadi. Zeynep biraz karıştırsın. Təzədən yenə göstərəcəm. Alınır. Yavaş elə, tökülməsin. Arkadaşlar oluyor. İlk slime'ım. İkincisini de eləyəcəm, amma bu geliyor. Eləyərsən. Bunu biraz tadını çıxardım, sıxılandan sonra başqa rəngini eləyəcəm. Alınır reis. Bax görürsüz, birləşir ucu. Yaxılmır, yayılmır, dağılmır. Zeynep bunu belə qoydu bala. Ha. Bir tərəfdə eləyirəm çünki bir-birini yapışsın. Deməli Zeynep nə oldu? Oldu. Oldu, alındı. Amma birazcık daha. Hələ biraz da yoğurmaq lazımdır. Bu oyundan tutulur. Bəli. Bundan sonra Samatil'den əvvəl stresim vardı, bundan oynayacağım. Evet. Sonra bu günləri hatırlayacağım ki, Güney'in ideyalar. Zeynep'in ideyalar. İkimizin də. Evet, Güney ideyaları ümumi bizim ailəmizdir də. Hə, Güney'in ideyaları. Baxın, göstər izləyicilərinizə. Ayda birazcık daş kimi daha çox şey mən eləyəm. Hə,
əlində çox oynatmalısan. Ev önə tökülürsə o qırıqlar qalsın, heç nə olmaz. Deməli o artıqdır onun üçün. Dəymə. İstəyənlər. İndi atıram tərzini görəcəm. Mən strek istəyirəm. Idol. Deməli biz qızlar deyir ki, sizin zövqünüz Mən də deyirəm manifest, katseye, başqa nə? Zeynəb manifesti qoydu, Yağmur streketsi qoydu. Amma Stray Kids oğlandı. Mən qoydum qızlar idi. Idol qrupu. Idol hə. Queen Card. İndi Vəli başlayır. Görək. Bizə zövqsüz deyirlər. Deyirlər ki, sizin musiqi duyumunuz yoxdur. Mən demirəm. Mən hər türlü mahnını, bax, hər türlü mahnıdan xoşum gəlir. Mən şimdi Sümeyyə hansı düşdü? hə. Hə. Sizlər ikisi də. Yaxşı yoldasın. Mən də. Ona niyə şeylər deyir? Ay, səhər açıldı. Siyah. Aa, sən onu qoyursan. Ya, siyahadan sizin musiqi zövqünüz. Sən dünyaya gəlməmişdən qabaq biz ona baxırdıq. Sən də olmamışsın. Ama mən Spotify listemdə siyahın mahnıları var. Bir şey deyil. Gözü qulaq as. O bizim qoyardı, bu da qəşəngdir. Çox qəşəng rəqs eləyir bu. Uzaylı oxşuyur, giydiyi paltar bax hələ. Bu əslində şeydir də, gimnastikdir, balerina. Adı elastikdir də bu. Xeyr, sayılır, bu bizim zövqümüz, biz qoymuşuq. İndi mən də qoyacağım birini görərsən. Daha kalitelidir. Ayda bizdə bir mahnı var, o mənim burada. O nədir? Mən də çəkmə zəhmət olmasa. Başladı. Konsept bax budur. Qəşəng də, gör nələr eləyəcəkləri. Sümüyü düşdü. Mahnı sümüyü düşdü. Mən konsept verəndə siz mənim konsertimə gəlsəm, amma belə açıq olmayacaq. Ay, bu manifest ya. Sanırım ki herkes ona hayran. Aynada kendine hodri meydan. Sesler yalan. Kendine sus. Kafamın içinde böyle oynuyor sanki hislerimle. Ne paylaşıyor ve payladas. Gördün mü film son defa. Sana bu gidişle kimse kalmaz kopya sözlerinle. Zorlama buydu sonra baş. Sen önce boş laf ama ama hey, bak fikri hiç yokmuş yanlışların. O aşk sandıkların gülmeden zor duruyor. Hata hisler yalan. Kendine rol falan. Hiç acıman yok mu kendine? Sus. Sırlar hep. Ay, sesini dedi taşım. İşte onlar. Göründü film son defa. Sana bu gidişle kimse kalmaz kopya sözlerinle. Zorlama bu sarı baş. Sen önce boşa ama ama hey. Hikmatik işlemez yok. Uşaqlar çox əyləndilər, çox gözəl gün keçirdik. Həqiqətən də evin içində olmağımıza baxmayaraq, həqiqətən də o qədər gözəl gün keçirdik. Əyləndik, şənləndik, dedik, güldük. Yəni şərt deyil ailənlə harasa aparasan, nə qədər pullar xərcləyəsən. Xeyr, elə evin içində ay bəylər, ay atalar, müraciətim sizədir. Yəni evin içində ailənizlə elə bir gün keçirərsiniz ki, və bu hətta analara da aiddir, nənə babalara da aiddir. Övladlarınızla çox gözəl bir gün keçirə bilərsiniz. Hər şey sizin əlinizdədir. 6 il əvvəl. 6 il əvvəldir. 6 il əvvəl. Bu da benim zövqüm. Qabağa alacağım. 2 dənə mahnı verək. 2-3 mahnısı çalsın. 3 mahnı. Bunu saxlayırsan. Bir saatini izləmişəm. Nə oxuyursınuz? Saxla, saxla. Hər şey zamanı gələcək. Mən də şimdi Miro oxuyarsınız. Go to menu. Yox. Anırla! Bir dənə orada şey. Açkin qoy qırağa. Dışlanıyorum. Get o tərəfə. Açkin qoy qırağa. Tüm Robson başlayırsınız.
Maç istəyirsən, yapma. İstəmirəm, vermirəm. Bir qədər maç verməyəcəksən, olacaqsan. My Pace gəlsin, sonra çıx. Minanın konserindəki bu kimin hərəkəti? Yorumlara tez qaldırıb yazırsınız. Sağ olun. Mina hərəkəti idi bəs bu. Biraz arxaya. Kimin hərəkəti idi onu bu? Zoxda. Başladım. 10 saniye kadar. Canlarım, gözlərim, videomuzu axıra qədər baxdınızsa, çox təşəkkür edirəm sizə və hələ də abunə deyilsinizsə, abunə olub, like atıb, yorum yazmağı da bizə çox görməzsiniz və bildirişləri də açın ki, canlılar açanda canlımızda ola biləsiniz. Və canlımda olan bütün izləyicilərimi də buradan asobu salamlayıram və vloglarımızı izləyənlər hamısını salamlayıram və bizi 75 yaşdan 75 yaşa qədər izləyicilərimiz var və çox sevinirik ki, biz siz tərəfdən sevilirik və çalışırıq ki, öz mədəniyyətimizi, öz tərbiyəmizi sizlərə aşılaya və çalışırıq ki, artıq əksi hərəkətlər eləməyək. Çünki biz başqa bir vloglarda görəndə heç sevmədiyimiz üçün də sizə bunu da aşılayırıq və həmin gün, yəni bu günü biz çox gözəl keçirdik, əyləndik, şənləndik, dedik, güldük və bir daha sübut elədik ki, əgər həqiqətən də bir insan ailəsindən xoş gün keçirmək istəyirsə, yəni çıxardıb şəhəri gəzdirib nə qədər pullar, paralar xərcləmək lazım deyil, ehtiyac deyil. Uşağınızla, ailənizlə, yoldaşınızla, ananız, atanızla, bacı qardaşlarınızla gözəl gün keçirmək hər bir insanın əlindədir. Sadəcə olaraq sən istə. Sən istəyəndən sonra hər şey olacaq. Allahın köməkliyi ilə, Allahın izni ilə, Allah hamının evində belə cocuq səsləri yetirsin, Allah hamıya qismət eləsin və Allah heç bir evi böyüksüz etməsin, atasız, anasız etməsin. Amin, amin, amin. İnşallah Allah bütün xəstələrimizə şəfa versin. Şəhidlərimizə Allah rəhmət, qazilərimizə də Allah sağlam ömür versin. Sizi öpürəm. Var olasınız. Allah sizdən razı olsun. Və axıra qədər izlədinizsə, like etməyi unutmayın ha.